İranın Buşehir Atom Elektrik Stansiyasında vəziyyət gərginləşib. Bu barədə Rusiyanın Rosatom dövlət şirkəti məlumat yayıb. Qeyd olunub ki, dünən stansiyaya edilən hücumdan sonra vəziyyət mənfi məcrada inkişaf etməkdə davam edir. Bununla əlaqədar olaraq personalın təxliyə edilməsinin artıq 3-cü mərhələsinə start verilib, deyə şirkət qeyd edib. Qeyd edək ki, İsrail və Amerika hərbi qüvvələri Buşehir nüvə stansiyasına zərbə endirmişdi. İsrail Tehranda qanadlı raketlərin istehsal olunduğu obyektlərə zərbə endirib. Bu barədə İsrail ordusundan məlumat verilib. Məğlubiyyətinizi razılaşma adlandırmayın. Özünüz və danışıqlar apardığınız nöqtəyə çatmısınız. Bu barədə Sebahın Amerikaya müraciətində qeyd olunub. İran xalqına qarşı hərəkət etmək fikri çirkli zehninizdən tamamilə yox olana qədər heç nə enerji, nə də sabitlik geri qayıtmayacaq. Bölgəyə investisiyalarınızla bağlı heç bir xəbər olmayacaq. Enerji və neft qiymətlərinin normal vəziyyətə qayıtdığını heç vaxt görməyəcəksiniz. Bizim kimi insanlar sizin kimi insanlara heç vaxt güzəştə getməyəcək. Heç vaxt müraciətdə qeyd olunub. Heç kim Amerika diplomatiyasına etibar edə bilməz. Biz Amerika diplomatiyası ilə bağlı çox pis təcrübə yaşamışıq. Bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai deyib. O qeyd edib ki, danışıqlar prosesinin ortasında olduğumuz bir vaxtda 9 ay ərzində 2 dəfə hücuma məruz qaldıq. Bu diplomatiyaya xəyanət idi və bu bir deyil, 2 dəfə baş verdi. O həmçinin qeyd edib ki, hazırda İran və Amerika arasında heç bir dialoq və ya danışıq yoxdur. İranın silahlı qüvvələri ölkə ərazisinin müdafiəsinə diqqət yetirir. İsrail bu gecə İranın Əlborz sənaye zonasına zərbə endirib. Bununla bağlı görüntülər yayılıb. İsrail Hərbi Hava Qüvvələri Tehranda dəniz kreyser raketlərinin istehsal olunduğu 2 əsas obyektə zərbə endirib. İsrail Hizbullah təşkilatına məxsus silah-sursatların olduğu qərargahları məhv etdiyini qeyd edib. İran Hayfaya zərbələr endirib. İran Hayfada ötürücü stansiyaya, şəhər yarım stansiyasına və elektrik mərkəzinə zərbə endirib. Zərbələr nəticəsində şəhərin bir hissəsində elektrik verilişi dayandırılıb. Bu Tehranın Əlborz sənaye mərkəzinə zərbələrə cavabdır. İslam İnqilabı Keşikçiləri Korpusu Abraham Lincoln təyyarə daşıyan gəmisinə bir neçə qanadlı raket atdığını bildirib. Bununla bağlı görüntülər yayılıb. Rusiyanın Leningrad vilayətinin Ust-Luga limanına növbəti PUA hücumu olub. Bu barədə Ukrayna Telegram kanalları məlumat yayıb. Məlumata görə zərbələr nəticəsində limandakı neft terminalı yanır. Vibog limanında da partlayışlar qeydə alınıb. Qeyd edək ki, bir neçə gün öncə PUA hücumları səbəbindən Ust-Luga limanı vasitəsilə neft ixracı dayandırılmışdı. Amerika Birləşmiş Ştatlarının bölgədəki bütün hərəkətlərini, xüsusən də qoşun yerləşdirmələrini yaxından izləyirik. Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibov deyib. Generalların dağıtdığını əskərlər düzəldə bilməz, amma əvəzində onlar Netanyahunun xəyallarının qurbanı olacaq. Torpağımızı müdafiə etmək əzmimizi sınağa çəkməyin, deyə o qeyd edib. Amerika prezidenti Donald Trump'ın və onun danışıqlar komandasının İranla mümkün diplomatik təmasları araşdırmasına baxmayaraq, İrana qarşı geniş miqyaslı, epik qəzəb hərbi əməliyyatı fasiləsiz davam etdirilir. AQV mətbuat katibi Karolin Levitt verdiyi müsahibədə qeyd edib ki, hərbi hədəflərə çatana qədər zərbələr dayandırılmayacaq. Levitt vurğulayıb ki, Ali Baş Komandan və Pentagon tərəfindən müəyyən edilmiş strateji vəzifələrin icrası diplomatik proseslərlə paralel şəkildə, lakin ondan asılı olmayaraq həyata keçirilir. Bu bəyanat Vaşinqtonun Tehranı tam təslimiyyə şərtləri ilə masaya oturtmaq strategiyasının
tərkib hissəsi kimi qiymətləndirilir. Belə ki, bir tərəfdən Pakistan vasitəsilə gizli sülh danışıqları ehtimalı müzakirə olunsa da, digər tərəfdən Amerika qırıcıları və raketləri İranın hərbi sənaye kompleksini, nüvə infrastrukturunu və komanda mərkəzlərini məhv etməyə davam edir. Qeyd olunur ki, epik qəzəb əməliyyatının dayandırılmaması İranın danışıqlarda zaman qazanmaq taktikasına imkan verməmək məqsədi daşıyır. Hazırda Amerika Mərkəzi Komandanlığı İrandakı hədəflərin 85%-nin artıq sıradan çıxarıldığını, qalan 15%lik strateji nöqtələrin isə yaxın 72 saat ərzində darmadağın ediləcəyini proqnozlaşdırır.